Bu günləri bəşərdə, dünyada silahlı terrorlardan çox mənəvi terrorlar baş verir. İnsanların mənəviyyatına hücum, insanların əqidəsinə hücum, insanların dəyərlərinə, mental dəyərlərinə hücum. Bugünkü hər yerdə təbliğ olunur, ailə dəyərlərini baltalayırlar, gəncliyin mənəviyyatını baltalayırlar. Bunlar özü bir növ terrordur. Və bu terror daha təhlükəlidir, çünki səssiz terrordur. Bir nəfər danışmışıq bunu, yadımdadır. Bir quldur başçısı var idi, bir dəstəsi var idi. Yol kəsən idi bunlar. İnsanların qabağını keçərdilər, insanların əlində nəyi var, alardılar. Bir gün uzun müddət idi, bu səhra yollarında oturmuşlar. Dəstə gəlmirdi, karvan keçmirdi. Bunların da əllərində heç nə yox idi, artıq az idilər. Bir gün gördülər, bir karvan gəlir, karvanın qarşısını kəsdilər. Xurcunlarını boşaltdılar. Orada nə dəyərli bir şey tapırlar xurcunlarında, götürürlər. Əllərində nəyləri var idi, aldılar, özlərinə dedilər ki, azadsınız da, sizə dəymirik, toxunmuruq. Bir yaşlı kişi var idi xurcununda, bu quldur başçısı gördü, bir dəri bağlama var. Açdı, gördü ki, üstündə bir yazı yazılıb. Soruşdu ki, bu nədir, bu dəri bağlama nədir səndə? Dedi, bu Ayətəl Kürsüdür. Mən İslam Peyğəmbərindən eşitmişəm ki, hər kim Ayətəl Kürsünü öz üzərində gəzdirsə, onun canı da, malı da amanda olar. Bu kişi dedi ki, öz dəstəsinə, bunların hər neyi var, qaytarın. Etiraz elədilər, biz bir ayda acıq, əlimizə bir karvan keçib, sən də deyirsən, qaytaraq, dedi, bəli. Dedi, mən etiraf edirəm, mən oğruyam, mən yol kəsənəm, amma mən insanların malını oğruyam, mən əqidə oğrusu deyiləm. Bu insanın əqidəsi var Peyğəmbərinə ki, üstündə Ayətəl Kürsü Peyğəmbər deyib gəzdirsən, malın canın amandadır. Bu gün bunun malını biz əlindən alsaq, bu Peyğəmbərinin barəsində şübhəyə düşəcək. Axı, Peyğəmbər demişdi bu sözü. Və nə oldu? Əlimdəkiləri aldılar mənim əlimdən. Bu nədir? Bu mənəvi terrordur. Görürsən, adam oğru da olsa, amma mərdliyi, mənliyi var. Əqidəyə hörmətlə yanaşır.